Mən belə diqqət edirəm ədəbiyyat girdabına, orada olan adamlara fikir verirəm. Jurnalistlər olsun, fərqi yoxdur. Bunlar görürəm ki, belə bir-birinə müharibələrə girirlər və müharibələr mənasızdır. Çünki kiçik adamlar kiçik işlərlə məşğul. Heç kim maraqlandırmır bu müharibələr. Və məncə müharibəyə girmək üçün, ya böyük iş görmək üçün özünü uzun müddət yetişdirmək lazımdır. Özünü yetişdirməmiş adam girir işlərə, ona görə böyük işlər olmur da. Adca biraz təcrübə yığırlar, biraz baxırlar, ətrafı öyrənirlər. Sonra girirlər mübarizələrə və bu sırf ego müharibəsidir ki, yəni mənim egom güclüdür, səninki zəifdir, mənim istedadım çoxdur, təcrübəm çoxdur filan. Mənə mənasız gəlir bütün bu işlər. Məncə egodan yaxa qutarmaq lazımdır. Özünə əməlli başda vaxt ayırmaq lazımdır. Yəni qısa müddətdə kitab çıxardanlardır. 2 ay keçir, qutarımın kitabı çıxdı, hamı gedir, baxır, alır, edir. Bu mənasız işdir. Məncə kitab yazmaq üçün illərlə vaxt lazımdır. Ən azı bir 5 il, 6 il vaxt lazımdır və bu vaxt ərzində o yazılan şeylər elə şeylər olmalıdır ki, bu oxunsun, yəni bu sırf egonun çəkisini artırmaq üçün yazılmasın, oxunsun. Mən elə fikirləşirəm. Mən mübarizələr mənasızdır. Yəni mübarizələr ego üçün aparılır. Bu dövlət üçün, xalq üçün, millət üçün, yəni azad, demokratiya filan belə işlər üçün aparılır. Mübarizələr hamısı ego üçün aparılır, kiçik adamlar tərəfindən.